Elə sizi yandıran olur. 2 dənə uşağım var. Deyir, işləmirsə 2 dənə uşaq hətta olur. Bəzilərini yandıran olur. Deyir ki, bu nətə 2 dənə uşaq oldu. Bəzilərini yandıran olur da, yəni ona görə. Başqa yəni bunun açıqlaması yoxdur da, yəni. Allah yaxşılar canını sağ eləsin. Paxılıq elə, bilirlər. Həyatdır da. Misalan. Nə qədər iş var, gəncə də özün işlə də qadına. İkincisi ki, mən kimi adama birinci qrupədə iş yoxdur. Sağlam adamsa güclə iş tapır. Mən nə tər iş tapım? Onu deyəndə yəni bir düşünüb dedin, yoxsa inanmıram düşünüb desən. Qoy bir belə edim. Yəqin bunu və digərlərini izləyirsiniz. Əslində mənim içərimdə də bir ağrı var. Var, o ağrılar var. Məsəl üçün istəmirəm insanlara yazığım gəlsin. Bəzən mənim yazığım gəldi, insanlar məndən o qədər güclü olurlar. O qədər belə gözəl yaşamağı bacarırlar, daha cəsarətli olurlar. Bir də görsə elə sözünü deyir. Sonra deyirəm, ay Allah, mənim ona yazığım gəlirdi. İndi hər birimiz burada yazılıb, adı da yazılırdı orada. Hər birimiz bu oğlana, bu kişiyə belə deyim də, bu Azərbaycan oğluna belə ürəyimiz acıyır. Ay yaxşı dolansın, ay filan olsun. Mən bir neçə dəfə açıqlama verdim ki, izləmişəm bunu. 17, 20, bəzən yarım saat. Bilirsiniz nə qədər pullar gəlir? 2 manat, 2 manat, 5 manat, 5 manat, 10 manat, 10 manat. Bilirsiniz nə qədər bir günə bunlarda pullar yığılır? 200, 300, 400 manat. Məsəl üçün mən bəzən görmüşəm, bunlar deyir ki, biz avokado yeyirik. Heç adını da düzləyə bilmirəm. Heç mən bilmirəm o hansı meyvədir. Bu ailə yeyir. Çünki insanlar bunlara paralar, pullar atır. Bunlar da ürəyi istədiyi, nəyi istəyirlər, gedib alırlar. Hər gün baxıram xanımı kofe içir, südlə. Heç mən südlə sonuncu dəfə kofe, qəhvə nə vaxt içmişəm bilmirəm. Elə su qatıram, sudan içirəm. Məsəl üçün bu xanımı deyir ki, uşağa ən bahalı pampers geyinməlidir, taxmalıdırlar ona. Türkü məsəli tələb edirlər. Ev almaq, digər. Bəzi şeylər də olanda acığı gəlir. Yəni insanlara nifrinlər yağdırırlar. Bilirsən, mən bax, burada əyləşib pul yığanlar var da. Belə bu oğlana deyirəm. Bu xalq səni dolandırır. Bu xalq sənə hər şey verir. Acığın gəlir, ev almaq, digər nələr. Əslində sizin kartlar yoxlanılmalıdır ki, gündəlik sizin kartınıza nə qədər pul oturulur. Bu bir kişi çıxdı, gəldi sənin qapını döydü. Dedi ki, mən 2 aydır, 3 aydır, 1 ildir sənin kartıma pul qoyuram. Onun müqabilində bilirsən mənə kimi ver? Bilirsən nə kim istəyəcək səndən? Deyəcək, bu qədər sənə pullar verirəm. Sənin uşağını mən saxlayıram. Arvadını mən saxlayıram. Səni mən saxlayıram. İndi də onu ver aparım bir günlük gözümlə saxlayım. Razılaşacaqsınız? Bəsdirin də. Və bilmirsiniz, bu kişilər sizə pul verəndə, axır bir gün sizdən elə adam istəyəcək ki, deyəcək, aparım bir gecə, mən də onu saxlayım. Necə sizi saxlayıram, bir gecədə aparım evimdə saxlayım. Eləməyin bu qədər. Bu qədər olmaz. Bunun bir stopu olmalıdır, dayanı, duru olmalıdır.